Bakı şəhəri Qaradağ rayonu ərazisində avtomobildə partlayış baş verib. APA'nın məlumatına görə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi hadisə ilə bağlı müraciət yayıb. Müraciətdə deyilir, Baş Dövlət Yol Polisi İdarəsi bir daha xəbərdar edir ki, benzinlə işləyən avtomobillərə əlavə qaz avadanlığının quraşdırılması yol hərəkəti təhlükəsizliyi baxımından ciddi risk yaradır. Qanunvericiliyə əsasən bu avadanlıqlar yalnız yol hərəkətinin təhlükəsizliyi üzrə Müvafiq Elmi Tədqiqat İnstitutunun rəyi əsasında və ixtisaslaşmış servislərdə quraşdırıla bilər. Lakin aparılmış təhlillər və son hadisələr göstərir ki, istismar dövründə qaz avadanlıqlarına lazımi texniki qulluq göstərilməməsi, mütəmadi texniki baxışdan keçirilməməsi, həmçinin köhnə və texniki cəhətdən yararsız avtomobillərdə bu sistemlərin istifadəsi çox zaman ağır fəsadlara səbəb olur. Ələt qəsəbəsində baş vermiş hadisə bir daha onu deməyə əsas verir ki, belə nəqliyyat hadisələri hər an patlamağa hazır olan bir bomba kimidir. Belə hallarda təhlükə təkcə sürücünün deyil, həm də digər hərəkət iştirakçılarının yoldakı hər bir insanın həyatını riskə atır. Baş Dövlət Yol Polisi İdarəsi hər kəsi diqqətli olmağa, təhlükəsizliyi riskə atmamağa və avtomobillərdə qaz avadanlığının quraşdırılmasından çəkinməyə çağırır. Bu, təkcə avtomobilin deyil, həyatın qorunması məsələsidir, deyə idarənin müraciətində deyilir.